Salam hörmətli tamaşaçılar. Bugün tibb meydanının növbəti buraxılışında mövzumuz tibbi hüquq, xəstə ağırlaşması və həkim həbsləri ilə bağlı olacaq və bugün verilişimizin qonaqları vəkil, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İntiqam Hacıyevdir. Xoş gəlmisiniz İntiqam bəy və həkim uzman anesteziyoloq, reanimatoloq Turanə Rəsulovadır. Doktor, xoş gəlmisiniz də. Təşəkkür. Mən istəyirəm birinci sualımızı bizim vəkilimizə verək. Əvvəllər də daha öncələri deyirəm, 40 il, 50 il öncələr də tibb nə vaxtdan ki var, həmişə ağırlaşma olub, hətta xəstə ölümləri də olub, amma biz elə çox əvvələ yox, 15-20 il əvvələ baxsaq, bu dərəcədə cəmiyyət yanaşmırdı həkim həbslərinə və həkimlərin cəzalanmasına bu dərəcədə birmənalı deyildi baxış. Sizcə nə dəyişdi? Niyə indi cəza tələb eləyir hər kəs? Ümumiyyətlə, siz dediyiniz illərə qayıtsaq, SSR dövrlərində həkimlərə qarşı münasibət tamamilə fərqli idi. Yəni, həkimlər insanlar üçün daha çox bir doğma bir insan idi və onlara qarşı belə niyyətləri, fikirləri formalaşmırdı. Cəmiyyətdə elə bir fikir formalaşmamışdı. Amma demokratiyaya gəldikdən sonra, insanlar artıq insan hüquqlarını formalaşdıqdan sonra insanlarda zaman-zaman hüquq düşüncəsi formalaşmağa başladı. Hüquq düşüncəsi formalaşdıqdan sonra bu kimi məhkəmə işləri, prosesləri başlamağa başladı və bu kimi məhkəmə işlərinin nəticələri uğurlu olduqca bu cəmiyyətdə yayılmağa başladı və insanlar bu formada belə deyək, artıq bugünkü mərhələyə gəlib çatmışıq. Hələ də tam formalaşmamışıq. Əslində Türkiyə olsun, Avropa ölkələri olsun, orada daha yüksək səviyyədədir bu kimi işlər və eyni zamanda insanların informasiya çatımlığında da dəyişiklik oldu. Yəni insanlar artıq istənilən bir informasiyanı, həkimlə bağlı istənilən bir informasiyanı, yəni tutalım diaqnozu qoymaq üçün hansı müayinələri həyata keçirməlidirlər və yaxud da ki, qoyulmuş diaqnoza uyğun tibbi xidmət düzmü göstərilib, bu həmin əməliyyatın fəsadı ola bilərmi? Yəni bu kimi informasiyaları asanlıqla əldə edirlər və əldə etdikləri informasiya onları qane etmədikdə artıq məhkəməyə müraciət edib həkimlərdən müvafiq təzminat tələb edirlər. Daha çox maarifləndi artıq insanlar deyirsiniz. Mən istərdim Turanə xanım, siz həkim anesteziyoloq olaraq daha çox bu əməliyyatxanada keçirirsiniz vaxtınız, reanimasiyada və siz daha çox ağırlaşmaları görürsünüz. Mən istərdim tamaşaçılar üçün də maraqlı olsun. Həkim səhvi və ağırlaşma nədir? Bunun bir açıqlamasını sizdən eşitsək daha doğru olar. Bəli, çox gözəl sualdır. Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində də mən istəyərdim İntiqam bəy də bununla bağlı vurğulasın. Məsələn, Azərbaycan qanunvericiliyində bu ayrım edilməyib. Malpraktis nədir, komplikasiyon nədir, ağırlaşma nədir və gözlənilən risk nədir? Yəni, bütün bunların aydın təsviri olsa, o deyilən məhkəmə işlərində də konkretlik mövcud olar. Yəni, bu malpraktis nədir və dünyada bunun sığortası var həkimlər üçün. Son dönəmlər Azərbaycanda məhkəmələrin çoxalması mən də istəyərəm əslində qalsa ədalətli bir sistem olsun və həkim üçün də ədalətli olsun, xəstə üçün də ədalətli olsun. Amma gördüyümüz mənzərə nə dərəcədə ədalətlidir və necə yanaşılır? Bunun üçün çoxlu problemlər var əslində qalsa böyük ehtimal biz bunların hamısına toxunacağıq. Müstəqil ekspertlərin olmaması, müstəqil ekspert komissiyası olsa situasiya daha düzgün qiymətləndirilə bilər. Qulaqdan dolma bilgilərlə istənilən mümkün ağırlaşmaya görə belə həkimlər cəzalandırılır və ağır cəzalandırılır. Yəni dünyada necədir? Komplikasiya deyilən, yəni ağırlaşma. Mümkün ola biləcək ağırlaşma. Əlbəttə ki, anesteziyoloq, reanimatoloq öz tərəfindən, mən öz tərəfimdən, cərrah öz tərəfindən ola biləcək ağırlaşmaları əməliyyatdan öncə xəstə ilə bölüşməlidir. Və consent form deyilən bir forma var. O forma razılıq forması. O forma xəstə tərəfindən bilgiləndirilmiş onam formu deyirlər türklər buna, imzalanmalıdır. Yəni mən ola biləcək ağırlaşmalarla tanışam, xəbərdaram ki, mən bu əməliyyatı olsam, məni nə kimi ağırlaşma gözləyə bilər və razıyam əməliyyat olmağa. Xəstə bunu bildir və ağırlaşma olduğu halda dünyanın heç bir yerində bu cinayət məsuliyyəti kəsb etmir. Amma bizdə gözlənilən ağırlaşmalara görə belə, məsələn, ağırlaşma olub, deyək ki, gözlənilən ağırlaşma oldu və həkim həmin situasiyada lazım olan bütün tədbirləri gördü. Gəlin bir misal çəkib. Məsələn, deyək ki, periferik damar əməliyyatına, ayaqlarında varikoz genişlənmədən olan damar əməliyyatına alınan bir xəstədə trombat. Bu gözlənilə bilən bir ağırlaşmadır. Və həmin vaxt anesteziyoloq lazımi bütün tədbirləri gördü.
Cərrahı uyardı, xəstəni CPR elədi, əgər arest olubsa geri döndürdü, kateterizasiya laboratoriyasına apardı, stent qoyuldu və s. və orada tutaq ki, yenə arest oldu, xəstə dünyasını dəyişdi. Buna oxşar situasiyalar görmüşük ölkəmizdə də. Hər şeyi, hər addımı həkim anesteziolog düz eləyib. Və burada ekspert rəy verir ki, rəy verməlidir ki, hər addımı düz eləyib. Amma ölümlə nəticələnib. Başa düşürsünüz, bu bəsit bir əməliyyat ölümlə nəticələnə Hər şey düz bilər. olmasına rağmen ölümlə Bəli, yəni bu situasiya ölümlə, bu halda həkim cinayət məsuliyyəti daşımır, daşımamalıdır. Amma ciddi səhlənkarlıq varsa, deyək ki, alkoqol qəbul edib, cərrahiyyə əməliyyatına giribsə, protokollara heç riayət eləməyibsə, uyğun protokolla həyata keçir, çünki sənədləşmə aparılır hər aşamada, hər mərhələdə. Bu halda cinayət məsuliyyətinə cəlb olunmalıdır həkim. Əziz tamaşaçılar, mövzu ilə bağlı bir süjetimiz var. Gəlin süjeti izləyək. Sizcə yanlış əməliyyat və ya tibbi səhv nəticəsində yaranan ağırlaşmalara görə həkim həbs olunmalıdır? Təbii ki də olunmalıdır. Sizcə niyə? Çünki həkim təhsil alır neçə illərlə. Həkimin yanlışı xəstənin həyatına mal olursa, təbii ki də həbs olunmalıdır. Əgər acil bir hadisə baş verən zaman, müdaxilə elədiyi zaman xəstə zərər çəkəndə belə deyək, öldüyü halda xeyr. Amma əməliyyat, planlaşdırılmış əməliyyat günü, məsəl üçün, mən gedib həkimə müraciət edirəm ki, mənim hansısa bir səhhətimdə problem var, ona görə olan əməliyyatda əgər ölüm hadisəsi baş verərsə, həkim məsuliyyət daşıyır. Ölüm hadisəsi olan zaman bütün bu hadisəyə hansı qurumlar baxırsa, tibb də baxmalıdır, çünki o bizim işimiz deyil. Tibb anlayışı olan şəxslər bilir ki, burada həqiqətən həkimin səhvi var, yoxsa yox. Ona görə məhkəmənin işi də birinci tibb anlayışı olanlar məsələni araşdırmalıdır. Sonda da hər bir işdə olduğu kimi məhkəmə son qərarı verməlidir. Baxır hansı səhvinə görə də. Məsələn, hansısa bir səhv əməliyyat aparıbsa, o xəstənin həyatına son qoyulubsa, təbii ki, bu da cinayət məsuliyyət daşıyır. İnsanın həyatına son qoymaq elə belə asid məsələ deyil ki. İndi elə xəstəliklər var ki, Allah uzaq eləsin, sonu yoxdur. Həkim nə bacarsa eləsə də sonu yoxdur. Amma həkim də gərək biliyini, bazarını əsirgəməyə də düzgün müalicə aparmalı. Sizcə həkim səhvlərinə görə həkimlər cinayət məsuliyyətinə cəlb olunmalıdır? Məncə olunmalıdır. Əslində hadisədən hadisəyə görə dəyişir, amma yəni məncə həkimlər də biz diqqətli olmalıdırlar. Bəs sizcə həkim səhvləri ilə bağlı məsələlər daha çox məhkəmə yolu ilə yoxsa peşəkar tibbi komissiyalar tərəfindən araşdırılmalıdır? Peşəkar tibbi komissiyalar tərəfindən olsa məncə daha yaxşı olar. Sizcə niyə? Çünki məhkəmə daha çox ona insan hüquqları çərçivəsində yanaşacaq. Yəni bir insanın ölüm faktı əsas götürüləcək, amma tibbi peşəkar komissiyalar yəni daha çox bu faktı əsaslanaraq, yəni daha çox oxşar hadisələrə əsaslanaraq qərar verə bilər. Anamın dünya dəyişməsində həkimlərin səhv ucbatından bəli, bu şeylə qarşılaşmışıq. Düzdür, bu barədə mən dəfələrlə şikayət eləsəm də baxılmadı. Və həkimin səhv ucbatından anam dünyasını dəyişdi. Bəli, məsuliyyət cəlb olunmalıdır, xitam verilməlidir ümumiyyətlə, cəzalandırılmalıdır. Həbs olunmalıdır. Bəli. Bəs sizcə həkim səhvləri ilə bağlı məsələlər daha çox məhkəmə yolu ilə yoxsa peşəkar tibbi komissiyalar tərəfindən araşdırılmalıdır? Məncə elə məhkəmə yolu ilə ən gözəli olur. Azərbaycan qanunvericiliyində həkim səhvi və ağırlaşma ayırd edilməyib, elə dediniz. Bəli. Yəni sizcə bu hüquqşünas olaraq, vəkil olaraq bu nə dərəcədə Hə, ki, elə bizim o məsələ. yanlışımız ola bilər? Bəli, elə o məsələ toxunmaq istəyirdim. Ümumiyyətlə bu malpraktis və komplikasiya terminləri elmi ədəbiyyatdan gəlir. Dünyanın heç bir yerində hüquq ədəbiyyatında bunu ayırmır. Təbii ki, hüquq bunu ayırmamalıdır və bizdə də komplikasiyalar məsuliyyətə cəlb olunmur. Ağırlaşmalar. Bəli, ağırlaşmalar, yəni ola biləcək ağırlaşmaların məsuliyyəti yoxdur təbii ki. Ancaq malpraktislərin, yəni həkimin səhvi və ya səhlənkarlığından olan belə deyək hadisələrlə bağlı olur. Ümumiyyətlə gərək həkimlərin məsuliyyətinin özünün növləri var.
yəni intizam məsuliyyəti var, hansı ki onu işə götürən, yəni klinikanın rəhbərliyi eləyə bilir. Həkimin mülki məsuliyyəti var, hansı ki yalnız mülki qaydada rayon məhkəmələrinin verdiyi belə deyək, kompensasiya, hər hansı pul məbləğlərinin tutulması ilə əhatə olunur. Həkimin cinayət məsuliyyəti var ki, artıq xəstənin sağlamlığına, yəni malpraksis nəticəsində, yəni həkimin səhv və səhlənkarlıq nəticəsində sağlamlığına az ağır zərər olsa və yaxud da ki, öldükdə artıq cinayət məsuliyyətinə cəlb olunur. Cinayət məsuliyyətinə cəlb olunması mülki məsuliyyəti də istisna eləmir. Yəni hər ikisi də cəlb oluna bilər. Və burada artıq bizdə müvafiq ekspertizalar, yəni Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyi var. Həmin birliyin ekspertiza rəyinin əsasında müəyyən olunur ki, mövcud ağırlaşma komplikasiyadır yoxsa malpraktisdir və yaxud da ki, mövcud ağırlaşma həkimin səhvi və səhlənkarlığından mı olub, yoxsa doğrudan da ola biləcək fəsaddırmı, yəni şəxsin fizioloji xüsusiyyətlərinə bağlı olan bir ağırlaşmadırmı? Müvafiq rəydən sonra artıq müəyyənləşdirilir və bu yoxlanılarkən nələrdən istifadə olunur? Ekspertlər məhz elmi ədəbiyyatlardan və kliniki protokollardan istifadə edirlər. Düzdür, bizdə kliniki protokollar çox sahəni əhatə eləmir, biraz məhduddur. Amma mövcud beynəlxalq kliniki protokollar var ki, onlardan da istifadə olunur. Amma hesab edirəm ki, bu sahədə olan çatışmazlıqlardan biri məhz həkimlər bu gün bilmir ki, hansı kliniki protokol əsasında yoxlanacaq və onu həmin fəaliyyətini həmin kliniki protokollar əsasında qursun. Yəni dediyim ki, məhduddur. Yoxdur demirəm, var, amma məhdud saydadır və həmin yoxlamadan sonra müəyyən olunur ki, doğrudan da bu ola biləcək fəsad edir, yoxsa yox və ola biləcək fəsad deyildirsə, həkim səhv səhlənkarlığı varsa, artıq müvafiq sadaladığımız məsuliyyət növlərindən məsuliyyətə cəlb olunur. Dediniz bir form imzalayır xəstə əməliyyata girmədən öncə, xəstə və ya xəstə yaxını deyək də. Bəli. O razılıq formunun detaylı izah olunurmu xəstəyə? Yəni xəstə məlum məsələdir, hamısını oxumur bir çox hallarda. Onu kim izah eləməlidir? Cərrah mı, anestezioloq mu? Cərrah öz tərəfini izah eləməlidir. Yəni cərrahi ağırlaşma kimi nələr ola bilər? Deyək ki, bağırsaq əməliyyatı olacaq, atıram məsəl üçün. Ehtimal var ki, biz kolostomiya çıxardaq, ondan sonra onun qapadılması üçün yenidən bir əməliyyat alınasınız. Deyək ki, bu şəkildə cərrah bilgiləndirir. Anestezioloji tərəfini, yəni narkozun təsirindən ola biləcək ağırlaşmaları isə anestezioloq bilgiləndirir. Hər bir əməliyyat üçün bu ayrı olur. Deyək ki, bu əməliyyat olacaq spinal anesteziya ilə, onun ağırlaşmalarını bildirir və xəstə oxudum, anladım, razıyam yazıb o şəkildə imza atmalıdır. Qayda budur yəni. Amma İntiqam bəyin dediyi bir məsələ var idi, mən onunla bağlı fikir bildirmək istəyirəm. O, qeyd elədiniz ki, Azərbaycanda ekspert komissiyası bir dənə mövcuddur, deyilmi? Bəli. Bir dənə mövcuddur və onların, yəni deyək ki, bu ekspert rəyindən, çünki mənə yazırlar, yəni vətəndaşlar olub ki, mənə yazırlar. Hərbidə var, o da ki, ancaq hərbiçilərlə bağlı rəylər verirlər. Məsələn, bir ekspert rəyi alıb, tutaq ki, övladı zərər görüb və mənə yazır ki, doktor, siz fikir bildirə bilərsiniz. Mənim heç bir səlahiyyətim, bəli, ekspert rəyi ilə razı deyil. Belə olan halda xəstə və ya xəstə yaxını nə etməli? Qanunvericilik onu tənzimləyir. Əgər ekspertlərlə razı deyilsə, artıq təkrar ekspertiza və yaxud da ki, əlavə ekspertiza. Amma başqa bir ekspertiza komissiyası yoxdur. Yəni, alternativ yoxdur. Qurum olaraq müstəqil ekspertiza komissiyası yoxdur. Başqa ekspertlərə verilir, qurum olaraq bir dənədir. Amma başqa ekspertlərə həvalə olunur. İstisna hallarda bəzən məhkəmələr hərbi ekspertiza. Başqa ekspert dediyimiz kimlərdir? Onun açıqlaması. Həmin idarənin başqa ekspertləri. Müstəqil ekspertiza yoxdur da o zaman. Belə deyək, şöbələr ayrıdır. Kompleks ekspertizalar şöbəsi var və təkrar ekspertizalar şöbəsi var. Məsələn, onlar eyni ekspertə düşməsin deyə təkrar ekspertizalar şöbəsinə həvalə olunur. Razıyam ki, alternativi olsa təbii ki. Çünki burada qiymətləndirmə meyarını onsuz da məhkəmə eləyir. Yəni heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş hüquqi qüvvəsi yoxdur. Bəli, müstəqil ekspertiza olmalıdır. Məncə dövlətin ekspertizasından əlavə müstəqil ekspertiza. Başqa ölkələrdə bunun modelləri var, deyilmi? Bəli. Təbii ki, yəni bizdə hələ ki, belədir bu formadadır. Bir çox sahələr var ki, Turana xanım, siz daha yaxşı bilirsiniz. Məsələn, neyrocərrahiyyə, ümumi cərrahiyyə, hətta ginekologiyada, plastik cərrahiyyədə əvvəldən bilinir ki, ağırlaşma ehtimalı olacaq. Çünki deyək ki, bir beyin şişidir. Yəni xəstəyə də izah olunur ki, ağırlaşma ehtimalı var da, yəni bu məlum dünyanın hər yerində var. Sizcə bu ağırlaşma olduqdan sonra bir çox hallarda görürük ki, istər xəstə yaxınlarını, istərsə də deyək ki, xəstənin hüquqi varisi kimsə, onun fikri tamamilə dəyişir. Başdan ona məlumat verilsə belə, sizcə bunu necə düzəldə bilərik? Yəni maarifləndirməkləmi ya başqa hansı formada düzəldə bilərik ki, xəstə ağırlaşmasından sonra çox belə sərt təpki verilməsin? Çox qəşəng sualdır. Çünki sosial mediada çox həkimi günahlandırmaq
2 vur 2-dir də. Trenddir, Amma bəli, aynen. sizcə necə olmalıdır? Necə etməliyik ki, burada ədalətli olsun hər şey? Baxın, çox doğru qeyd edirsiniz ki, hətta xəstə tam bilgiləndirilmiş olsa belə, hətta xəstə belə deyək, anlaqlı bir xəstə olsa belə, deyək ki, ölümlə nəticələnən yaxın qohumunun və ya yaxın adamın ölümünlə nəticələnən tibbi prosedur həmin adamda ilkin reaksiya olaraq qəzəb oyadır. Yəni bu dünyanın hər yerində belədir. Ona görə bax bu mərhələdə, yəni o əvvəldən bilirdi bu ağırlaşma ola bilər və s. fərqi yoxdur. Yəni düşünün, empati qursaq, bu bizim də başımıza gəlsə eyni şəkildə qəzəbli olacağıq. Amma bu situasiyaya hazırlıqlı olub bir neçə tərəfdən artıq idarə olunmalıdır. Yəni burada həkimi qoruyan sistem, bu hüquq arxasında dövlət hüquq dayanmalıdır. Bundan başqa inzibati. Yəni həkimin işlədiyi xəstəxananın hüquqşünasları olmalıdır. Həkimin işlədiyi həkim işlədiyi qurumda Həkimi qoruyan bir sistem olmalıdır. Doğru işlədiyi, doğru fəaliyyət göstərdiyi halda və əlindən gələn hər şeyi edəcəyi halda nəticə yaxşı olmasa belə onu qoruyan bir qurumun olduğunu bilməlidir. Yəni bilməlidir ki, bu tavanın altında işləyirsə, onu qoruyan bir sistem var. Hacəttepe'də mən onu hiss edirdim məsələn. İndi sizə belə bir şey deyim. Deyək ki, həkimə biz bu güvəncəni vermirik. Bax, mən həkimi müdafiə tərəfindən danışmıram. Mən sadəcə ədalətli olsun deyə düşünürəm. Və çox ağır xəstədir. Həkim əgər arxasında onu qoruyan hüquqi sistemin, bazanın, dövlətin, eyni zamanda inzibati orqan olduğundan əmin olmasa, bu hüquqi rahatlıq onun içində olmasa, o ağır xəstəni almayacaq. Elə ona baxın, gələcəkdir. nə qədər belə situasiyalar görürük. Ağır vəziyyətdə regiondan xəstə gətirilir və bura almır, göndərir, ora almır, göndərir. O itirilən vaxt ölümlə nəticələnir. Evet. Halbuki əgər itirən kim oldu burada? Pasiyent. İtirən xəstə oldu, deyilmi? Amma o, çünki o bilir ki, o ağır xəstəni alacaq, bunun 50% bu üzü varsa, atıram 50% də bu birisi tərəfi var. Və əgər ölümlə nəticələnsə, əgər sonu yaxşı olmasa, bunun altından çıxmaq onun üçün çox çətin bir proses. Bu tək Azərbaycanda deyil. Bu riski almaq Dünyanın, istəmir. bəli, bu riski almaq istəmir. Nəticədə kim itirir? Pasient itirir. İntiqam, mən onu sual verəcəkdim ki, əgər belə olmadığı halda, yəni həkim o güvəncəni hiss etmədiyi halda, onda belə çıxır ki, bir zaman sonra artıq ağır xəstəni qəbul edəcək həkim tapılmayacaq. Bəli. Yəni həkimlər risk almayacaq ağır xəstəni qəbul etməyə. Bunu necə eləyəcək? Hüquqda bunu necə tənzimləyə bilərik ki, artıq həkimlər rahat olsunlar ki, mən ağır xəstəni əməliyyat etsəm belə, ağırlaşma olsa belə hüquq məni qoruyacaq. Bildim, bu suala getməmişdən qabaq bir dənə razılıqlarla bağlı çox cəmiyyətimizdə yanlış olan bir fikir var. Onu dağıtmaq istəyirəm. Cəmiyyətdə vətəndaşlarımız elə düşünür ki, ona məlumatlandırılmış razılığa imza etdirdikdə, yəni ola biləcək fəsadlara imza etdirdikdə, həkim səhv eləsə də onu məsuliyyətə cəlb eləmirlər. Bu tamamilə yanlışdır. Yəni o məlumatlandırılmış razılıq vərəqələri, hansı ki biz onları tərtib edirik həkimlərin özünün iştirakı ilə bir yerdə, o razılıq vərəqələri komplikasiyalarla bağlıdır ki, yəni vətəndaşa izah edirsən ki, bu əməliyyatın nəticəsində bu hadisələr baş verə bilər sənin fizioloji xüsusiyyətlərinə, amma orada həkim səhvi varsa, həkim yenə məsuliyyət daşıyır. Bu birinci məsələ. İkinci məsələ, bu mərhələyə formal yanaşılmamalıdır. Bəzi həkimlərimiz sadəcə imzalatmaqla kifayətlənirlər. Amma mən özüm canlı şahid olmuşam. Neyrocərrahiyyə əməliyyatına girən şəxsə həkim əməliyyatdan qabaq yarım saat xəstə yaxınları suallar verirlər, səbirlə cavab verdi. Axırda mən xəstə yaxınlarına dedim ki, yormayaq həkimi də, uzun bir əməliyyata girəcək. Həkim orada qəti şəkildə bildirdi ki, yox, mən yorulmuram, nə sualları var indi versinlər. Onlara mən ətraflı izah eləməliyəm, ondan sonra rahat şəkildə əməliyyata girməliyəm. Amma bir çox hallarda xəstə təcili gəlir, məsələn deyək ki, qəzadır. Qəzaydı. Elə Və qəzaydı. xəstənin orada həkimin vaxtı yoxdur. Bir yarım saat, 1 saat suallara cavab versin. Təcili əməliyyata girməlidir. Yəni. Qəzaydı, orada xəstəni əməliyyata hazırlayırlar, həmin vaxtda həkim bütün suallara cavablandırdı və eyni zamanda onu da bildirim ki, yəni artıq bəzi həkimlər bu məlumatlandırılmış razılığı kamera arxasında izah elətdirirlər öz tibbi işçilərinə. Kamera
kameranı qoşurlar və xəstəyə izah edirlər ki, bax bu əməliyyata girirsən, bu əməliyyatın bu fəsadları var və həmin o görüntüləri də sonradan diskə köçürdüb əlavə edirlər xəstəlik tarixinə. Dedim, Azərbaycanda həkimlər bunu məcbur olurlar eləməyə. Elə olmalı Yəni mən deyil də dünyanın əslində. bir çox yerində, Avropanın bir çox ölkəsində olmuşam, tibbi praktika keçmişəm, eləcə də Türkiyədə rezidentura təhsil. Mən orada belə bir şey görməmişəm. Yəni həkim məcbur qalır əslində o kameranın görüntüsünü almağa. Bəli, çünki Sonra bizdə sübut Bu etməyə da əlində əslində nəsə qalsa olsun. doğru bir şey deyil, mən elə gəlir. Yox, Çünki ümumiyyətlə, məhrəm bilgilərdir, deyilmi? Yəni bunların olması da xəstəlik tarixinə əlavə olunur. Onsuz da məhrəm bilgilər də xəstəlik tarixinə əlavə olunur. Yəni başqa yerə yox, ancaq məhkəməyə, hüquq mühafizə orqanlarına verilə bilər. Ümumiyyətlə gəlin birinci növbədə müəyyənləşdirir. Cinayət işlərindən mülki işlərin bir dənə fərqi var. Cinayət işlərində obyektiv həqiqət müəyyən olunur. Mülki işlərdə formal həqiqət müəyyən olunur. Yəni cinayət işlərində nə necədirsə o sübuta yetməlidir. Mülki işlərdə kim nəyi sübuta yetirsə məhkəmə onu təsdiq edir. Yəni artıq xəstə sabahlarım gedib məhkəmədə deyəndə ki, məni məlumatlandırmamışdılar, onu sübuta yetirmə hissəsi artıq həkimin üzərinə düşür. Çünki məhkəmə formal həqiqəti müəyyən edəcək. Həkim sübut eləsə ki, doğrudan da ona izah eləyib, artıq onu təsdiqləyəcək. Yox, həkim sübuta yetirməsə, onu təsdiqləməyəcək. Yəni formal həqiqət olduğu üçün həkimlərin həmişə sübutları çox olmalıdır. Yəni Qanunidir mi, yəni video görüntünü əlbəttə, çəkmək? özünün şəxsi video görüntüsüdür. düşünün, bu qədər xəstənin video görüntüsünü almaq, onları dosyalamaq, saxlamaq. Praktikada problem yarada bilər. Yəni sadəcə bəzi həkimlər, hamısı edir demirəm, bəzi həkimlər hətta bunu edir. Yəni məlumatlanmış razılıq sadəcə imzalatmaqla kifayətlənmirlər, hətta video görüntülər də təqdim eləyirlər. Düşünürəm ki, necə ki vətəndaşlarımızda hüquq düşüncəsi inkişaf edir və onlar məhkəməyə müraciət edirlər. Həkimlər klinikalardan niyə öz işlədikləri klinikadan güvəncə istəyirlər ki, yəni özlərinin də şəxsi vəkilləri ola bilər, şəxsi hüquqşünasları ola bilər. Onlar özlərini də belə deyək güvəncədə saxlamaq Var elə həkimlər var, İntiqam bəy, mən tanıyıram elə həkimlər, amma İntiqam bəyin əslində daha çox klinika mövqeyi bu yöndədir ki, həkim də olsanız, xəstə də olsanız bizə müraciət edin. Yəni amma klinika qorumalıdır həkimi də. Bu mən Klinika dünyadakı qorumalı olan deyil. modeli Əslində deyirəm belədir. sadəcə. Mülki məcəllədə qeyd olunur ki, işə götürən işçinin hərəkətlərinə görə məsuliyyət daşıyır. Yəni həkimin səhvinə görə pul klinikadan tutulur. Birinci klinikadan, yəni onun işə götürənindən tutulur. Ondan sonra klinikanın hüququ olur ki, reqres qaydada, yəni təzələnən həkimdən o pulu istəsin. Burada pasiyentlərin belə deyil, pasiyentlərin marağını qorumaq üçün daha çox bu belə bir tendensiya var. Bu mənada klinikalar həmişə önə keçir. Çünki birinci pul onlardan tutulur, sonra o həkimdən onu alacaq, almayacaq məsələsi və yaxud da ki, bu müəyyən bir illər çəkir, məhkəmə proseslər bildiyimiz kimi uzun olur. Bu mənada klinikalar həmişə önə keçir və bunu qoruyur ki, birinci pul onlardan tutulmasın. İntiqam bəy, Amerikada məsələn, hər bir xəstəxanada ola biləcək, bununla bağlı Amerikada professor olaraq çalışan həmkarımla danışmışıq. Yəni o qeyd eləyir ki, orada bir ordu var. Hüquqşünas ordusu var. Siz də izləmişsiniz. Hər bir xəstəxanada sizi qoruyan hüquqşünas ordusu var. Yəni hər hansı bir məsələ ortaya çıxsa, dərhal onlar məsələyə qarşı və bu xəstəxananın yəni inzibati olaraq bir ştatıdır o hüquqşünaslar. Yəni ona görə əlbəttə ki, həkim özünü qorumalıdır. Həkim elədiyi prosedurun ola biləcək ağırlaşmalarını bilməlidir, öz hüquqlarını bilməlidir, öz məsuliyyətlərini bilməlidir. Amma məsələ burasındadır ki, həkim bunu bilir. Sadəcə onları həyata keçirəcəyi halda nə dərəcədə şəffaf şəkildə qorunacağından əmin deyil. Yəni dediyim kimi, bugünkü gün xəstə bütün ağırlaşmaları həkim səhvi kimi qiymətləndirir. Bəli. Və bunun əksinə olaraq da həkim bütün ağırlaşmaları komplikasiyaya kimi göstərməyə çalışır. İndi ola bilər ki, komplikasiya olsun, ola bilər ki, malpraktis olsun, fərqi yox. Həkim də bu mövqedən çıxış edir. Yekunda buna yekun hüquqi qiyməti məhkəmə verir və o da nəyin əsasında verir? Müvafiq ekspertiza rəylərinin əsasında və ekspertiza rəyləri dəyişməzdimi? Dəyişəndir təbii ki. Olur ki, elə işimiz olub ki, yəni 4-cü ekspertiza rəyindən sonra müəyyən olunub ki, doğrudan da həkimin səhvi yox imiş. Amma bir ekspertiza komissiyası var dediniz və alternativ yox. Qurum olaraq. Qurum daxilində bəli, deyirsiniz. Mən bir sual vermək istəyirəm. Mənim təhsilimdə tibb hüququnda mən də dərs almışam və bizim dərs deyən müəllimimiz hüquqşünas belə bir cümlə deyirdi hər zaman ki, var təqsirləndirilən şəxs, var cinayətkar. İntiqam cinayətkardan bəhs elədi, yəni cəza hüququndan. Yəni təqsirlənən şəxs odur ki, hələ nəsə sübut yetirilməyib, nəsə sübuta yetirilməyib. Amma bugün görürük ki, sosial mediada həkimin səhvi və ya malpraktis və ya həkim səhvi olması sübuta yetirilmədən və ya hər hansı bir qanuni qüvvəyə minmədən tirajlayırlar bir çox səhifələr ki, həkim səhv elədi, həkim xəstəsi öldü və s.
Bəs belə halda hüquq hansı formada təsirini Bəli, göstərməlidir? bu bir növ deyərdim həkimlərin linçlənməsidir. Yəni bundan həkimlərin nüfuzunu aşağı salmaqdan sui-istifadə edirlər. Bəzən həkimləri heç məhkəmə ilə qorxuzmurlar. Elə deyirlər ki, gedib sosial mediaya verəcəyik ki, bu da kifayət qədər hal-hazırda effektiv bir təsir üsuludur həkimlər üçün. Amma bununla bağlı Ali Məhkəmə plenum qərarı qəbul elədi 24 dekabr 2025-ci ildə. Təzəliklə və orada da müəyyən elədi ki, şəxsin hətta deyir ki, məlumatlar həqiqi də ola bilər. Amma məqsəd şəxsin nüfuzunu alçaltmaqdırsa, artıq mənəvi zərərə səbəb olur. Eləcə də bayaq qeyd elədiyiniz kimi təqsirsizlik prezumpsiyasının pozulması deyirlər ona. O pozulması, yəni məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan kimisə təqsirkar şəxs kimi göstərmək, kimisə siz demişdiniz cinayətkar şəxs kimi göstərmək, orada da plenum onu bildirdi ki, qanunsuzdur və mənəvi zərər almasına səbəb olur. Yəni orada məhkəmələrə göstəriş verilir ki, artıq bu tip iddialar olanda mənəvi zərərlər tutulsun. Belə bir sualım var İntiqam bəyə. Mənəvi təzminat davaları, mənəvi təzminat məhkəmədə udduğu olurmu Azərbaycanda? Bəli. Həkimlərinmi? Həkimlərin. Heç elə fərq bir yoxdur. Ümumiyyətlə mənəvi zərərlə bağlı işlər ümumiyyətlə belə deyək, rəqəmlər düşünə bilərik ki, Avropa ölkələrindəki kimi deyil. Bildiyimiz kimi orada 100 minlərlə avro təzminatlar tutulur. Bizdə meyarları necə müəyyən edir? Məhkəmələr plenum, Ali Məhkəmə plenumu onu da müəyyən edir. Necə müəyyən edir? Burada pulu istəyən tərəf rəqəm elə olmalıdır ki, o həmin pulla imkanlanmasın. Eləcə də pulu verən tərəf elə olmalıdır ki, o həmin belə deyək, məbləğlə kasıblamasın. Doğru dildə izah edirəm. Yəni hər ikisinin maddi durumuna uyğun olmalıdır. Məsələn, tutam hansısa klinikada 1000 manat mənəvi zərərin alınması böyük bir klinikadan təbii ki, ağlabatan deyil də. Artıq klinikadırsa rəqəm böyüyür və yaxud da ki, hansısa kasıb bir insandan 1000 manat mənəvi zərərin tutulması uyğun olur. Amma ölkəmizdə bugünkü praktikada mən sizə deyim, təxminən rəqəmlər belə deyək, 2000-dən başlayaraq 30 minə, 40 minə, 50 minə qədər mənəvi zərərlər görülüb. Amma daha böyük qazanırmı yəni mənəvi təzminat davaları? Əlbəttə. Yox, tələb olunan rəqəmlər daha çoxdur. Məhkəmələrin tutduqları təxminən o civarda olur. Bu da əhalinin maddi durumuna uyğundur. Yəni burada həm dediyim kimi mənəvi zərər istəyən tərəfin maddi durumuna baxılır, həm həmin o kompensasiya ödəməli şəxsin maddi durumuna baxılır və məhkəmə o formada qiymətləndirilir. Turan xanım, bir çox hallarda bilirsiniz, əməliyyatxana bir məhrəm bir yerdir də. Orada olan orada qalır deyilir, belə bir termin var. Bir çox hallarda müşahidə edilir ki, məhz sosial mediada yayılmasının səbəbi əməliyyatxanada çalışan işçilərdən hansısa, hətta bilib-bilmədən belə, hər hansı bir ekspert rəyi olmadan belə çox qısa zamanda yayır ki, filan həkim səhv elədi, filan ağırlaşma oldu və s. Bunu necə tənzimləyirsiniz? Yəni əməliyyatxanada işçilərlə hər hansı bir maarifləndirici söhbət mi aparırsınız və necə olur ki, əməliyyatxanadakı hər hansı bir ağırlaşma, səhv və ya komplikasiyon tez bir zamanda yayılır? Çünki bir çox hallarda saytlar bunu hardan öyrənirlər? Yəni qısa zamanda heç xəstə yaxınları olmadan belə məlumat ala bilirlər. Əslində ağırlaşmalardan daha çox reklam xarakterli şeylər paylaşılır əməliyyatxanalarda ki, bu yol verilməzdir məncə, bunun qarşısı alınmalıdır. Ağırlaşmalar paylaşılmır məncə Tural bəy. Yəni sızır informasiya, bunu önləməyin yollarını mən bilmirəm açıqcası. Bu yaxınlarda xəstə yaxınının biri dövlət xəstəxanasında girib çəkmişdi, yəqin ondan bildirir. Orada da klinikadakı dövlət xəstəxanasında müəyyən bir sistem görünür, düz işləmirdi ki, xəstə yaxını ora qədər gedib çıxıb çəkinməyə nail olmuşdu. Mən üzr istəyirəm, İntiqam bəy, hər ikinizə belə bir sual verim. Xəstə yaxını termini ki var. Biz bilirik ki, xəstənin məlumatları onun birinci dərəcəli varisinə və ya yetkinləşənə çatmayıbsa, valideynlərinə və ya çatıbsa, hüquqi varisi kimdirsə ona verilməlidir. Amma bizdə çox təəssüf ki, indi efirdən bizi həkimlərimiz də izləyir. Bir çox həkimlər xəstə məlumatlarını hər kəsə verir. Hər kəs dediyimiz xəstənin bibisinə, dayısına, əmisinə də məlumatlar verir, amma bilirik ki, bu doğru deyil də. Bunu necə tənzimləyə bilərik ki, yəni çünki bəzi hallarda İntiqam bəy təsdiqlər ki, elə məhz o kompensasiyanı istəyən tərəf, baxırsan xəstənin atası, anası qalıb kənarda, xəstənin uzaq bir qohumu belə bir iddia ilə müraciət edir. Əhalinin sağlamlığının qorunması haqqında qanunun 53-cü maddəsi həkim sirri adlanır və orada da siz qeyd elədiyiniz kimi məhdud bir dairəyə həkim sirrinin verilməsi müəyyənləşdirilir. Burada da kimdir? Şəxsin özü, onun yaxın qohumları, ifadə bu formada yaxın qohumları, yaxın qohumun anlayışı da digər qanunverici aktlarında var. Daha sonra onun etibarnamə nümayəndəsinə və daha sonra artıq gedir belə deyək, bir növ dövlət orqanlarına, yəni məhkəmə, hüquq mühafizə orqanları bu istiqamətdə müəyyənləşdirir. Qanunvericiliyi idealdır. Rəsmiyyətdə
90% də təmin olunur rəsmiyyətdə, yəni rəsmi sorğu versə kənar adama verilmir. Siz dediyiniz problem artıq şifahidədir, yəni qeyri-rəsmi məsələlərdədir ki, hesab edirəm ki, məlumat verir. Hesab edirəm ki, bu da həkimlərin etik davranış məsələsidir, yəni bir növ. Amma mən çox istərdim biz qayıdaq sistem məsələsinə. Yəni deyək ki, Azərbaycanda və başqa ölkələrlə müqayisə eləyək. Türkiyədə hansı nə kimi problemlər olub, həkimlərin cəzalanması, həkimlərin xəstə yaxınları tərəfindən və ya xəstə tərəfindən şiddət görməsi, Koreyada hansı nəticələr törədib, deyək ki, Cənubi Koreyada və ya Hindistanda, Çində və bunun ola biləcəyi Azərbaycan üçün nəticələri nə ola bilər? Yəni Türkiyədə məsələn 2012-ci ildə artıq bir həkim xəstə yaxını tərəfindən öldürüldü. Xəstə ölümü oldu və xəstə yaxını tərəfindən öldürüldü. Buna qədər də 10 il ərzində sürəkli həkimlərə şiddət görüldü. Yəni ondan sonra burada bəyaz kod anlayışı çıxarıldı, mavi kod. Mən həm də həlli yollarına gəlmək istəyirəm ki, yəni məsələn bəyaz kod yoxdur bizdə, ağ kod. Mavi kod yoxdur. Məsələn, bunun tətbiq olunması xəstəxanalar bəziləri tətbiq eləyir, amma bu mərkəzləşdirilmiş dövlət tərəfindən idarə olunan bir sistem olmalıdır. Ondan sonra necə oldu? Bunun Türkiyə üçün nəticələri nə oldu? Məsələn, Sabancı Universitetinin rəsmi açıqlamaları var ki, son illər Türkiyədə Good Standing Letter deyilən ihal bəlgəsi. Yəni bu həkim kimi fəaliyyət göstərdiyi müddətdə əlində heç bir ağırlaşma olmayıb, heç bir şikayət olmayıb ondan. O bəlgəni tələb edənlərin sayı 50 dəfə artıb. Bu bəlgə nə üçün tələb olunur bilirsiniz? Başqa ölkəyə köçüb orada işləmək üçün. Yəni Türkiyədən çox ciddi bir beyin axını var. Həkimlər Türkiyədə bitirən həkimlərin bir çoxu gedir Avropa ölkələrində işləməyə. Təhsil güclüdür, yaxşı həkimdir və Avropa üçün arzu olunandır. Hüquq onu qoruyur. Bəli, hüquq onu qoruyur Avropada. Ondan sonra məsələn Hindistanda necədir? Orada da həkimlərin 60%-dən çoxu qeyd eləyir ki, hər gün təhlükə hissi altında işləyirlər və hər gün onlara qarşı kriminal ola biləcəyi qorxuları var. Cənubi Koreyada başqa bir məsələni görürük ki, məsələn, keçən il, səhv eləmirəmsə 2025-ci ildə idi, rezidentlərin 90%-dən çoxu qərara gəldilər ki, ölkəni tərk eləsinlər, başqa yerdə gedib işləsinlər. Rəqəmlərdə səhv eləyə bilərəm, amma çox böyük faiz idi və bir qismi həkimlik tip təhsilini belə dayandırdı. Nəyə görə? Çünki hüquqi baza möhkəm deyil. Baxın, sürəkli bu cəzalar, sürəkli bu sosial linçləmə, sürəkli yeri gəldi, gəlmədi, məhkəmə işlərinin başladılması, cinayət işinə cəlb olunması. Yəni bu insan onsuz da 15-20 il təhsil alıb. Yəni insan, mən kimisə ideallaşdırmaq mənasında demirəm. Sadəcə onu demək istəyirəm ki, bu böyük zəhmət olduğu qədər də məsuliyyət tələb edən bir işdir həkimlik. Və bu boyda məsuliyyətin altında işləyən insanın dəstəklənməsi lazımdır sistem tərəfindən, insanlar tərəfindən. O qeyd etdiyiniz Sovet dövründə olan hörmət ən azından bərpa olunmalıdır. Bir həkimin yetişməsi illər alır, 10 il, 15 il, hətta doçentlik, çox bahalı bir prosesdir bu. Çox böyük xərc, istər dövlət, istər şəxs özü kifayət qədər vəsait xərcləyir və eyni zamanda ömründən gedir, ömrün ən gözəl gənclik illəri təhsil müddətində gedir. Yəni belə bir ixtisas sahibi düzdür. Biz həkimi digərlərindən fərqləndirmirik digər ixtisaslardan. Təbii ki, dünyanın hər yerində həkim ən ali peşə sayılır. Sizcə belə bir ixtisas sahibini qoruyan qanun necə olmalıdır ki, bunu həm vətəndaş, həm həkim artıq qəbul etsin ki, bu belə olmalıdır. Yəni bunu linçləməsin həkimləri. Nə də pasiyentə ziyan olmasın təbii ki. Həkimlərin mühafizəsi ilə bağlı qısa bir haşiyə çıxacağam. Hətta Rusiyada təcili yardım həkimlərinin silah daşıma hüquqları belə var. Ona qədər təmin edilir. Bizdə hələ ki həkimə şiddət çox abartılı deyil. Deyil. Sosial mediada vardı o şiddət. Qaldı ki, sizin sualınıza münasibətdə qanunvericilikdə heç bir problem yoxdur. İstisna bir problemi deyəcəm. O da yəqin ki, düzəldilər bu yaxınlarda. Demək, diplomlu həkimin məsuliyyəti ilə diplomsuz həkimin məsuliyyətinin cəzası eynidir. Diplomsuz həkim olur. Diplomsuz həkim, diplomsuz şəxs, diplomsuz şəxs, yəni əməliyyatı etmiş diplomsuz, yəni ali təhsil qanunsuz müdaxilə etmiş. Bəli, qanunsuz müdaxilə. Onların cəzası belə deyək, az ağır ölüm hadisəsi baş verdi. Hamısına münasibətdə
cəza eyni formada tənzimlənib. Hesab edirəm ki, o yəqin ki, müvafiq sonrakı dəyişikliklərdə onu düzəldərlər. Çünki Bu çox qəribə bir diplomsuz- problemdir. Hə. Yəni diplomsuz həkimsiz hüquqşünas olaraq bu sözü işlətdiniz. Nə Ya mən demək əminəm istəyir? dünyanın Mən- heç bir mən, yerində bu cümlə Biz verilişdən qurulmur. əvvəl sizlə danışdıq. Diplomsuz Yəni deyəndə orada lisenziya, başqa ona cür də o- ola bilər. Yəni Yəni lisenziya kosmetologdur, necə həkim verilib deyil. ki, ona o yer açılır? Qanunvericilikdə tək diplom deyil, müvafiq ali təhsilli olmadan sertifikasiyadan keçməmiş və yaxud da ki, keçmiş sertifikatı qüvvədə olmayan şəxsdə, yəni bunu Evdə ayrı. tibbi xidmət eləyə bilər, iynə Bəli. vura bilər, xəstə ölə bilər məsələn. Ya, Amma bu bu sertifikatın artıq müddəti səhiyyənin işi keçib. deyil. Bəli, o Bu da artıq Bu səhiyyə yəni məsələsi qanunvericilik baxımından deyirəm. Amma ki, cəzası qanunvericiliyin eynidir, deyil. Cəzası eynidir. Bu hesab edirəm ki, ədalətli deyil. O da ədalətli deyil. Yəni məsələn deyək ki, kənddə hardasa kimsə həkim olmaya, kiməsə iynə vurur, Bəli. xəstə həyatını itirir. Ona verilən cəza ilə 15 il, 20 il təhsil almış bir həkim ağırlaşması olur, xəstə ölür, onunla cəzası eynidir, onu demək istəyirəm. Çox qəribədir. Yəni məsəl üçün mən bilirəm ki, qanunvericilikdə belə bir şey var ki, deyək ki, polis deyil, amma özünü polis kimi təqdim etmək. Bu hansı saxtakarlığa Bəli, girir? bəli. Yəni Bəli, bunun var özü cinayətdə. sadəcə təqdim etmək. Təqdim etmək belə ayrı bir cəzadır. Bəli. Yəni həkim olmadan həkimlik eləyib, üstə gəlinsin səhv eləyib Və eyni və cəzanı eyni alır. cəzanı alır. Yəni dediyim kimi sadəcə nöqsan budur. Bu da təzə maddədir. Təzə əlavə ediblər cinayət məcəlləsinə. Hesab edirəm ki, yəqin ki artıq bu aradan qalxar qısa müddət ərzində. Amma digər hissədə qanunvericilikdə hər hansısa bir problem yoxdur. Yəni qanunvericilik normaldır. Amma onu da bildirim ki, praktikada biz mütəxəssis rəylərindən istifadə edirik. Məsələn, xanım kimi uzman bir həkimin yazılı rəyini təqdim edə bilirik Məhkəmə nəzərə alırmı onu? Bəli, məhkəmə onu nəzərə də alır. Bəzən hətta həmin həkimi çağırır. Bəzən həkimi və eksperti hər ikisini, yəni mütəxəssisi və eksperti çağırır. Hər ikisinə çarpaz suallar verir və yekunda obyektiv həqiqətə nail Amma olmaq hüquqi üçün. bir Sadəcə şey var o mı? situasiyanı mən deyək ki, mən ekspert olmadığım üçün Bəli, mən bəli. Mütəxəssis. mütəxəssisəm, Mütəxəssis, amma tam bəli. tanış olmalıyam axı situasiyayla. Təqdim edirik də təbii ki, materialları. Bizim Elə vəkil olanda- olaraq Deyək ki, bizim məsələləri ekspertizə, vermək hüququmuz deyək ki, var. ekspertizə təyin edib ki, ağırlaşması olan həkim səhvdir, amma digər mütəxəssis həkimlər deyək ki, Turana xanım dəvət elədi, müəyyən etdi ki, həkim düzdür. Bəli. Bizə məhkəmə kimin qərarına əsas Məhkəmə alır? yox, məhkəmə artıq dediyim kimi heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş hüquqi qüvvəsi yoxdur. Yəni məhkəmə artıq burada özü araşdırır. Yəni istəyirsə mütəxəssisi dəvət eləyir, suallarını verir, istəyirsə eksperti çağırır və ya da bir yerdə Qərar çağırır, nəyə əsasən suallarını verir. verilir ən Bu sonda? yekunda mütəxəssisin rəyinə də istinad edib qərar çıxarda bilər ki, praktikamızda da bir dəfə olub, yəni məhkəmə onu Daha çox əsasən 4 ekspertizə rəyini 4 dənə ekspertizə rəyinə baxmayaraq mütəxəssis rəyinin əsasında belə deyək öz qərarını vermişdi. Burada tamam başqa məsələdir. Məsələn, deyirsiniz ki, mən müstəqil ekspert kimi, daha Ekspert yox, doğrusu mütəxəssis mütəxəssis kimi, kimi bəli. rəy verə bilərəm. Bəli, bəli. Amma mənim ekspert statusum yoxdur. Yoxdur. Ekspert Deyilmi? ehtiyac yox. Ekspert statusum olsaydı əgər başqa kolleqamın ola biləcək səhvi haqqında çox şəffaf rəy verə bilərdim. Amma mən sadəcə mütəxəssis kimi başqa bir kolleqamı deyək ki, zan altında qoyan bir rəy verdiyim halda bu qurum tərəfindən, şəxslər tərəfindən, sistem tərəfindən, insanlar tərəfindən necə qarşılanacaq məsələsi. Görürsüz yenə Ona görə gəlirsiniz o deyirəm məsələlərə ki, çıxırsınız. Yox. ona görə deyirəm ki, müstəqil mütəxəssis kimi ekspert verin də. Niyə komissiyası obyektivsizsə, Amma obyektiv- məhkəmə- müstəqil Məhkəmə komissiya Turana olmalıdır. xanımın fikrini əsas almırsa, o niyə görə o rəyi versin? Elə deyilmi? Turana Yox, xanım? əsas ala da bilər, almaya da. Məhkəmə dediyim kimi, hətta burada bir dənə ekspertin bir dənə üstünlüyü var ki, qanunverici yazır ki, əgər məhkəmə ekspert rəyi ilə razı deyilsə, onu əsaslandırmalıdır. Yəni niyə razı olmadığını əsaslandırmalıdır. Mütəxəssisə dair elə bir tələb yoxdur da. Siz bir çox həkimlərin məhkəmə işində iştirak eləmisiniz bildiyim qədərilə. Siz praktikada daha çox nəyi görmüsünüz? Məhkəmə nəyə əsas Praktika alır? adətən ekspert rəylərinə istinad olunur. Bəzən hətta mütəxəssis rəyinin əsasında təzədən təkrar ekspertizə təyin edilib məhkəmə deyir ki, mütəxəssisin rəyini nəzərə almaqla ekspertiza rəyini verir və yaxud da ki, mütəxəssisin fikirlərinə uyğun suallar qoyurlar ekspertin qarşısında ki, ekspert həmin suallara cavablandırsın. Sizə Turana xanım heç olubmu müraciətlər ki, ekspertizə belə bir rəy verib, siz bir anesteziyolog, revmatoloq olaraq sizin münasibətiniz nədir? Bəli, Həkimlər və ya vəkillər tərəfindən, xəstələr tərəfindən. xəstələr tərəfindən olub. Bəli. Bir örnək verə bilərsinizmi? Yox, Çünki bu biraz gizli məlumatdır məncə. Ümumiyyətlə biz əslində yox, mən ad olaraq demirəm. Yəni Yox, situasiyanı. situasiyanı desəm də aydın olur artıq ona Hə, görə. tamam. Bəli. Çünki əgər deyək ki, Turana xanım və ya Turana xanım timsalında digər mütəxəssislərin fikri önəmsənilirsə, o təsir etməlidir. Təsir etmirsə, o zaman təsir edir təbii ki, bu birmənalı mütəxəssis kimi fikri alınır. Hətta mən sizə deyim, ekspertizanı qoyaq kənara, mən özüm vəkil kimi sorğular əsasında müdafiə qururam. Məsələn, götürürəm tibb universitetinə və yaxud da həkimlərin təkmilləşdirmə institutuna suallar ünvanlayıram.
ki, filan diaqnozla müraciət etmiş şəxsin tutan bu əməliyyat oluna bilərdimi və yaxud da ki, filan zədə ilə, şikayətlə daxil olmuş xəstə hansı müayinələrdən keçməlidir? Tibb universitetindən, həkimlərin təkmilləşdirmə institutundan müvafiq sorğulara cavablar gəlir ki, hətta ondan məhkəmədə belə deyək, sübut qismində istifadə edirik. Defensive medicine deyə bir anlayış var dünyada, yəni qoruyucu tibb. Deyək ki, baxın, əgər bu yenə bayaqki tərəfinə qayıdıram ki, əgər həkim qorunmanı hiss eləməsə, bunun deyək ki, ağırlaşmaları, cinayət işlərini qoyduq bir qırağa. Amma özünü qarantiya almaq üçün daha çox analiz tələb eləyə bilər. Daha çox, daha güvən. Necə ki, deyir İntiqam bəy ki, kamera görüntüsü alır, yəni çəkiliş eləyir. O şəkildə deyək ki, məsələn, adi rentgen görüntüsü mənim üçün yetərlidir, amma üstünə tomoqrafiya da istəyirəm ki, özümü qarantiya alım bu əməliyyata götürəndə xəstəni. Bir çox hallarda Azərbaycanda çox belə tanınmış bir termin var xəstələr arasında. Həkimə deyirlər, garanti verirsənmi? Garanti deyilən bir termin. Mən elə 2 gün öncə bir tanıdığım bir çox dostumuz olan bir nevrocərrah bir xəstə yönləndirdim. Mən düşündüm, yəqin əməliyyat olub. Bugün öyrənirəm ki, əməliyyat olmayıb. Soruşam doktordan ki, nə məsələdir? Deyir, bir 10 nəfərə yaxın yanında adam gəlmişdi. Hamısı eyni şey edir ki, doktor, bu əməliyyata garanti verirsənmi? Beyində çox təhlükəli bir yerdə şiş var və sırf o məsələyə görə həkim deyir ki, mən dedim ki, mənim elə bir garanti mexanizmim yoxdur. Mən həkim olaraq öz işimi görəcəm, protokolla nəyi tələb edirsə, onu görəcəm. Yəni mənim yazılı bir garanti vermək kimi yetkim yoxdur. Əlbəttə ki, elə bir durum yoxdur. Heç bir iki xəstə eyni xəstəliklə xəstə olsalar bir şeydir yalnız. O problemlə biz də qarşılaşırıq. Xidmət sektorunun hər hissəsində var o problem. Daha çox da yaşlı nəsildə biz onu görürük. Yəni yaşlı nəsil daha çox qarantiya istəyir. Yəni istəyirlər ki, hər şeyə əmin olsunlar. Amma gənc nəsil artıq başa düşür ki, bu xidmət sektorudur, xidmətdir, nəticəsindən asılı deyil. Eyni zamanda qanunvericiliyi də elə tənzimləyir. Bir məsələni də qeyd edeyim. Bayaqdan danışdığım hissə bu həkim hüquqları tərəfi idi. Amma Azərbaycanda ən ciddi problem qurunun oduna yaş dayanır məsələsidir. Necə ki, uzun illər həkim məhkəmələrində iştirak eləmiş vəkilimizin belə dilinə diplomsuz həkim sözü gələ bilirsə, yəni diplomsuz həkimlərin olması, yaxşı ki onu dediniz, onun əleyhinizə çox istifadə edəcəm. Diplomsuz həkim anlayışının olması, yəni biraz da bu tərəfinə baxma. Yəni insanlar o qədər diplomsuz həkimləri görüblər, o qədər yanlış müamilə görüblər ki, yəni bu artıq peşəkarların da işinə kölgə salır. Bəli, peşəkarların da qara yaxmasına səbəb ola bilər. Həstə bilsə ki, getdiyi həkim aldığı təhsil budur və o ona protokol dünyada necə olunursa bunu eləyəcək, o güvənli olacaq. Bəli. Amma dediyiniz məsələ odur ki, o qədər yanlış əllərə gediblər ki. Bəli, hüquqi sistem, baxın, ona görə çox önəmlidir şəffaf məhkəmə və hüquqi sistem olmaq. Həkimlərin qiymətləndirmə şeyləri olur da, necə olur ki, bu insanlar işləyə bilirlər? Yəni kim verir onlara lisenziyanı? Çünki həkimlərin əslində necə istər Türkiyəsində olsun, istər Avropa ölkələrində olsun, mən özüm məsələn yaxınımı Türkiyədə əməliyyat edəndə həkimin orada həkimlərin qiymətləndirmə rəyləri olur. Orada meyarlar da nə olur? Feedbacklər yazılır. Bəli, nə qədər elmi əməliyyat olub, il ərzində nə qədər əməliyyat həyata keçirdib, onun nə qədəri uğurlu olub, nə qədəri pis olub, nə qədər şikayət edib. Bunun əsasında müəyyən bir bal sistemində qiymətləndirməsi olur və onun üzərindən həkimləri seçirsən. Hər bir xəstənin hüququ var həkimdən diplomunu göstərməyə, tələb eləməyə, eyni zamanda sertifikatını. Hər bir həkimin də hüququ var ki, mən sənə tibbi xidmət göstərmirəm deməyə. Qanunvericidə var, bəli. Yox, imtinana əsaslı olmalıdır. Yəni istəmirəm deyə acil vəziyyətlər istisna olmaqla var. O da bir mənalı, amma yenə də adi istəmirəm. Yox, əsaslandırılmış imtina olmalıdır. Əminsiniz bundan, çünki Türkiyədə bizə hüquq professoru bununla bağlı təlim keçib. İmtina əsaslandırmalıdır. Ya sən meyarlar var da orada, ya sən deməlisən ki, mənim professiyam deyil, yəni mənim sahəm deyil və yaxud da ki, mən bu əməliyyatı etmə iqtidarında deyiləm, əsaslandırırsan və yaxud da deyirsən ki, qərəz var. Məsələn, xəstə ilə mənim aramda konflikt yaranıb bu konfliktə görə və yaxud da ki, əvvəlcədən düşmənçiliyimiz var və yaxud da ki, digər bu kimi əsaslandırılır. Türkiyə qanunvericiliyində belə deyil. Heç bir əsas göstərmədən mən tibbi xidmət göstərməm demək. O korrupsiyaya şərait yaradan hal olar. Artıq həkimlər... İntiqam bəy, mən real deyim də, az öncə dediyimiz kimi, xəstə gəlib həkim yanına, cərrahın yanına və deyir ki, mənə garanti verirsən və s. Cərrah da görür ki, burada situasiya fərqlidir və onu qoruyan bir
sistem də yoxdur. Avtomatik olaraq xəstənin imtina edir ki, mən sənə əməliyyat edə bilmərəm, get başqa cərraha. Bu vəziyyətdə xəstə həkimi məhkəməyə verə bilərmi ki, həkim məndən imtina elədi və həkim də əsaslandırır da, deyirsiniz əsaslandırma. Hə, verə bilər. Hətta Əsaslandırır ki, məndən garanti istəyir. qanunvericilikdə bildirilir ki, həmin şöbənin rəhbəri və yaxud da şöbə olmaqla dərhal müəssisə rəhbəri tərəfindən digər həkimə yönləndirilməlidir pasiyent. Daha böyük problemi deyim sizə. Bildiyimiz kimi QİÇ xəstələri, məsələn, ondan imtinalar olur. Hepatit QİÇ. Özəl klinika Stigmalar var, bəli. bildirir ki, mən sənə əməliyyat eləmək istəmirəm, nəyə görə eləmək? Adətən bildiyimiz kimi təmiz çirkli ağzın qorunması üçün onlar sonunda əməliyyat olmalı. Ümumiyyətlə klinikalar var ki, imtina eləyirlər. Bu da tamamilə qanunsuzdur. Həm sizin sualınızın cavabı, həm mənim dediyim kazusun özündə əlbəttə verib məhkəmədə müvafiq mənəvi təzminat ala bilərlər əsassız imtinaya görə. Mən hər ikinizə təşəkkür edirəm gəldiyinizə görə və son olaraq hər birinizdən bir cümlə almaq istəyirəm. Yəni, bugün cəmiyyətdə həkimlərə qarşı bir cəza istəyi var. Təbii ki, biz həm həkim tərəfindən, həm pasiyent tərəfindən yanaşmalıyıq, işin bir mənəvi tərəfi də var. Amma gəlin etiraf eləyək ki, bugün cəmiyyətdə və Azərbaycanda da dünyanın hər yerində belədir ki, həkimlər öz təhsil aldıqları o neçə illərini sərf edirlər və s. və 15-20 ildən sonra həkim olan bir şəxsi çox asanlıqla sistemdən kənarlaşdırmaq olmamalıdır. Yəni çox asan olmamalıdır, amma bunun bir hüquqi tərəfləri var və bugün biz onu müzakirə etdik sizlə. Tibbi tərəflərin siz çox düzgün qeyd elədiniz. Bununla bağlı cəmiyyətimizə bir nə mesaj ötürərdiniz Tuana xanım? Mən bir şey həm qeyd eləmək həkimlərimizə, istəyirəm. həm pasiyentlərimizə. Bəli. Mən çox istəyərdim ki, ritorika hər bir halda düzgün seçilsin. Həkimlə cəmiyyəti qarşı-qarşıya qoyacaq hər hansı bir cümlə, hər hansı bir ifadə, hər hansı bir mesaj böyük fəlakətə apara bilər. Mənim son mesajım ondan ibarətdir ki, həkimlər sizin üçündür, insanlar üçündür. O boyda təhsili almağın amacı insanlara xidmət göstərməkdir. Buyurun, İntiqam bəy, sizin bir son mesajınız. Demək, ümumiyyətlə həkimlər cəzasız da qalmamalıdır. Cəzasızlıq mühitinin özü də başqa fəsadlar verir. Amma hər bir halda məsuliyyətli həkimlərimizin qədrini, dəyərini bilməliyik. Onları hamılıqla qorumalıyıq. Amma məsuliyyətli həkimlərimiz, buna görə də belə deyək, həkimlərimizi qorumalıyıq. Həkimlərimiz də məsuliyyətli olmalıdır. Təşəkkür edirəm bir daha verilişimizə gəldiyinizə görə. Əziz tamaşaçılar, bununla da proqramımız sona çatdı. Gələn verilişlərdə görüşənədək.